Ana, 115 yaşın var. Özünü necə hiss edirsən? Belə də elə ki, mən də eləyirəm. Yaxşı eləyirəm, çox da pis deyil. Ora bax, mənə baxma. Elə də pis deyil. Hələlik fırlanıram. Əvvəllər ana işləyəndə nə çətinliklərin olub, bağlardan danış. Çox olub, çətinliklərim çox olub. Öz körəlmə. Danış. Nətər işləmişsən? Kolxozda işləmişəm, həyatımda işləmişəm, çox çalışmışam. Çalışmağıma söz yoxdur. Ancaq nəsə bilir, başımdadır bilmirəm, nedədir bilmirəm. Olur da ağrılığım olub, ağrılığım da olub. Özümü də öyladım çox olub. 8 uşağım var, indi müsaadlıqda 6 dənə qızım burada var, yanımda adamsı, 6 qızımın. Ondan 8 uşaqdan 2 dərdəki oğlandı, biri əvvəldən, biri də axırıncı oğlum, Muxtər. 2 dərdə oğlum, 8 uşağın anasıyam. Bu yerə gəlmişəm, özümün də 115 yaşım var. Özümü də bu yerə gəlmişəmsə, hələ ki yaxşıyam, pis deyirəm. Allahımdan razıyam. Balalarım yaxşı baxım. Mənim atamla necə tanışdığın olub, ondan da danış. Atamla. Atayla yap-yaxşı, valla. Atayla yap-yaxşı. Gündürlük keçirmişəm belə irazı. Yaxşı kişiydi, pis kişi de öyle değil. Yaxşı, ne deyirdim, onunla gedirdi. O ne deyirdi, ben onunla gedirdim. Ne deyirdi, eləyirdim. Yaxşı yaşamışıq. Biz havamız, dövülməyimiz, sögülməyimiz, qabaq çox dövlərdi qədimidə arvadları, gözü qara, üzü qara, işte göründü gəldi. Dövülüyor, bir gecə bu ki arvad. Hələ şeylərimiz olmayıb bizdə. Yaxşı olmuşuq, yaxşı yaşamışıq. Belə də olub. Ana, atamla bir yerdə işləmişsən də, ondan da danış, ora baxalım mənə. Atayla işləmişəm. İstəyirdik, şumlayırdık, yedirdik. Sabahla suyu çəkərdik bura. Ay İskəndər dedi adı. Ay İskəndər. Qıyya gedirdi o başa, deyirdim, gülürdüm, deyirdim, getdi çatdı deyir o başa. Deyir, kırılan qoşundandır deyərlər, qədimdən hələ deyirlərdi. Kırılan qoşundandır. Ged üstündən gedir, nə? Bu səfər oranı istəyəndə tez çatacaq. Deyəcəksən, bay, deyəcəm, gördür, kırılan qoşundandır. Gör nə qədər gəlir görələk. Belə günlərlə keçirmişik, işləmişik, tikmişik, yığmışıq. Axır günümüzdə budur. Şükür, gənə şükür Allaha, şükür, gənə şükür. İndi də mən öləcəm, Bilalı götürəcək, gənə də Bilalın yanında oluram, ondan arayayım o bursu ilə. O da qonşudur bu da, üzü qonşudurlar, Şiqarıda. Yaşayırlar. Allah yaşadır, özləri yox, Allah yaşadır, Allah. Yeməyim, içməyim yaxşıdır, əla gedirəm. Nə istəyirəm, onu pişirirlər, yeyirəm, nə istəyirəm. Yavan yeməkdən yox. Hacı oradan ye, bir gün qatıqla ye. Qatığı yavan alıram, özüm içirəm. Deyirəm, qatığın xeyri var mənə. Qatıq içəndə rahat yatıram. Gecə qatıq içib yatıram, onda rahat yatıram. Deyirəm, gecədən mənə bir fincan qatıq verin, içib yatım.
Vardı Allah'a şükür. Qatığımız da yox idi. Sağ olsun bu kızımı. Bu gətirirdim, bu içirdim. Allah'a şükür var, doğub yeyirəm. Polla yeyirəm. Doğasın doğa, qatığın qatıq. Sinəmin biri də doğacaq Allah qoşar. Kızımın borcundan çıxacaq. Deyirəm ki, gülünü yenə öz açılsın. Çərdən otururlar. Deyirəm, danışmırsınız, danışın gülündən. Yox nəsibə. 80 yaşım var. Zəhmət çəkib eləncikdə, alağa gedib, pamlığa gedib. Məsələn, qalxozda çox işləyib. Əziyyətlə saxlayıblar, bizi böyüdüb də, öyləyib. İndi Allaha şükür, oğlu da ki, şükür Allaha, yaxşı baxır, yaxşı saxlayır. İstəyir ailəsi, istəyir özü. Allah ömür versin. Yap qəşəkdir. İlli qəşəkdir. O vaxtı olub, çətinliklər olub. Məhmədova Adilə, 66 yaşım var. 45 ildir də buraya gəlinəyəm. Bibimdir həmi. Belə də əzabla, əziyyətlə dolanmış o da. Kömək eləmişəm balalarına, qızlarına. Hamısını evləndirmişik, yer eləmişik. Yəni siz öz qızından ayrı verənik? Yox, mənə yaxşı baxıb, qardaşı qızıyam. Yaxşı baxıb mənə, mən də ona yaxşı baxmışam. İndi də yaxşı baxıram. Təmizliyin hamısını, palın-paltarın hamısını özüm eləyirəm. Yeməyin də kiçik gəlin eləyir, məvəsi. Mən də belə də, mən də 4 balam var. İkisi rəhmətə gedib, ikisi yaşayır. Balığa qədər satırıq gölü. Məhmədov Bilal İskəndəroğlu. Ağlım söz kəsəndən sonra mən anama çox yaxşı baxmışam. Çox yaxşı. Hesab eləyən ki, evimdə mən nə yeyirəmsə, onun üçün də həmən yeməkdə, ondan da biraz yüksək, üstün tutub ona çayın vaxtında, bilirsən, başları qarşı olur da, ev işidir. Misal üçün, mən özüm bir iskan çay süzürəm, gətirib qoyuram qabağıma filan, yəni belənçinə. Elə onun bir də sağ olu, Allah köməyin olsun deməyə mənə bəs eləyirdi. Mən bu saat yadıma gəlirsə, biz neçə də yurtlar dəyişib, gəlib burada məskun salmışıq. Buna mən əziyyətini görmüşəm ki, and olsun Allaha, yoldaşı ilə istəyirəməti atamla bir yerdə nə əziyyətlər çəkiblər. Yəni, o da bizim bir yerə gəlib çıxmağımız üçün çalışırlarmış da. Çox yaxşı, mən yəni ki, belə də Allahımla razıyam. Yaxşı bizi bəstələyib, saxlayıblar. Bu yerə gəlmişik, yenə də min şükür yaxşıdır. Mən də indi yenə də buna yaxşı baxmalıyam da. Nə qədər ki, Allah ömür verir, mən ona yenə də ömür arzulayıram, yaxşı da baxacam. Məhmədova Pəri, 7-də oxuyuram, 12 yaşım var. Nənəmi çox istəyirəm, nənəmin qulluğunda dayanıram. Nə istəyir, onu da eləyirəm, yeməyin, içməyin verirəm. Yatmağa gedəndə də aparıram, üstünü örtürəm, işığı söndürüb gəlirəm. Məktəbdən gələndə də çay istəyir, su istəyir, verirəm. Nənəmi çox istəyirəm, o da məni çox istəyir. Nənəmin adını daşıyıram. Uçu çox işlər etmişdir, çəxti yox. Başa Nerede anladın mı? Bunlar öyle görünüyor. Fırın testler.